Salam, hər kəsə salam. Bu günləri 2025-ci ilin son günüdür və mən əlbəttə ki, ənənəyə sadiq qalaraq sizi təbrik eləmək istəyirəm. YouTube kanalımda artıq neçə ildir ki, bu ənənəni saxlayıram. Çalışıram hər zaman sizi təbrik eləyim, xoş sözlər deyim və hər zamanki kimi arxa fonda zırh paket partlayır. Bu il mənim üçün çox fərqli bir il olmuşdu. Əslində, çoxlu arzularım var idi, hansılarını ki mən yerinə yetirdim və çox arzular var idi ki, hansılarını ki mən yerinə yetirə bilmədim. Amma yenə də buna baxmayaraq, nə qədər çətin və ağır il olmağına baxmayaraq, mən şadam ki, bu il elə keçdiyi kimi keçdi. Məncə ümumiyyətcə heç nə, belə deyim, hər şeyin bir mənası var. Nəsə olursa yaxşıya doğru olur. Hətta Kung Fu Panda'da belə bir fraza var. Случайности не случайны, yəni təsadüflər təsadüfi deyil. Nə olursa elə olmalı, olduğu kimi də olur. Bilmirəm, tərcümə eləyə bildim ya yox. Uzun sözün qısası, mən istəyirəm sizi qarşıdan gələn 2026-cı il ilə təbrik edeyim. İnana bilmirəm ki, bu sözü deyirəm. 2026-cı il gəlir, mənim 26 yaşım olacaq və bu sadəcə belə şokdayam. 6 ildən çoxdur. 6 ildən çoxdur ki, siz məni izləyirsiniz və mən sizin üçün videolar çəkirəm. Buna görə sizə çox təşəkkür edirəm. Ümumiyyətcə həyatımın böyük bir hissəsisiz. Mənim üçün mənim yaratdığım community, mənim izləyicilərim, mənim YouTube kanalım çox böyük bir uğurdur mənim üçün. Bilmirəm, başqaları üçün olmaya bilər, amma mənim üçün bu doğrudan da uğurdur. Mənə kimsə baxır, kimsə bəyənir. Və uşaqlıqdakı Gül, hansı ki bloger olmaq istəyirdi, baxırdı blogerlərə, deyirdi, mən də bloger olmaq istəyirəm. Məncə o fəxr eləyə bilər. İndi isə istəyirəm xoş sözlər sizə deyim. Sizə hər şeyin ən yaxşısını arzu eləyirəm. Arzu edirəm ki, bu il istədiyiniz bütün belə ürəyiniz nə istəyirsə hamısına çatasınız. Çətinliklər sizin hamısı qalsın 2025-ci ildə, 2026-cı ildə isə ancaq hər şeyin ən yaxşısı uğurlar, karyera uğurları, kim baxırsa karyerasında uğur istəyirsə, şəxsi münasibətdə uğurlar, ailə ilə uğurlar, hər şeydə uğurlar diləyirəm. Kim ev almaq istəyirsə ev alsın, kim xaricə getmək istəyirsə xaricə getsin. Yəni ürəyinizdə tutduğunuz bütün arzular inşallah ki, bu il yerinə yetəcək. Mən sizin hər birinizi ürəkdən təbrik edirəm və bu videonu montaj etməyəcəm. Çünki istəyirəm ki, tam belə ürəyimdən nə gəlirsə, hamısını sizə belə açım. Bu videoda montaj olmayacaq, təəssüf ki, telefonumun zaryatkası doldu. Yaddaşı doldu. Mən sizə yenə də uğurlar diləyirəm. Hər birinizi təbrik edirəm. Hər birinizlə fəxr edirəm. Və növbəti videolarda görüşənədək mən sizlə sağollaşıram. Sağ olun.